gelsin. Ver. Bu işarələnmiş hissədə maşınımızı sıxıb saxlasaq nə olacaq ki? Tam bir maşınlıq boş yer var. Elə deyil? Elə deyil. Qanun orada saxlamağı qadağan eləyir. Və bu qanun təkcə bizim ölkəyə aid deyil. Ümumiyyətlə qanunlar, cərimələr bizi sıxışdırıb pulumuzu əlimizdən almaq üçün deyil. 10 milyonluq insanla birlikdə, ədalətli formada, insani şərtlərlə yaşamaq üçündür. 2 gün əvvəl o küçədən keçəndə bir təcil yardım maşını içərisindəki 4 nəfərlik briqada ilə birlikdə sırf o işarələnən hissədə maşın saxlandığı üçün təxminən 15 dəqiqə yubandı. Yol hər iki istiqamətdə 15 dəqiqə bağlı qaldı. O təcili yardım maşınının içərisində həmin maşını saxlayan adamın qohumu və ya özü ola bilərdi. İndi bildiyi qanunlar nə üçündür? Bu cümlə biraz pafoslu səslənə bilər. Nə bilim, ambulans içində sən də ola bilərdin, qohumun da ola bilərdi. Lap belə sən olma, qohumun olmasın. Ambulansın içərisində olacaq şəxs bir insan olacaq. Bu ölkənin vətəndaşı olacaq. Yəni qohumun da olmasa, sənin bir yerdə onunla yolun kəsişmiş olacaq. Sənin diş həkimin ola bilər, sənin itinin dırnağını kəsən ola bilər və ya saçını düzəldən ola bilər. Amma həyatına bir yerdən toxunmuş olacaq. Öz əməyi ilə və ya sahib olduqları ilə sənə toxunmuş olacaq. Çünki bütün vətəndaşlar bir-birimizə bu formada bağlıyıq. Bunun başqa yolu yoxdur. Yaşamağın yolu budur. Son olaraq, qanunlar bir adamın ağlına gəlməsi ilə ortaya çıxmır. İllərin təcrübəsi ilə ortaya çıxır. Dəfələrlə sınaqdan keçirilir və dizayn olunurlar.